أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين آلاف التحيات والسلام على رسول الله الأمين وعلى أهل بيته الأطيبين سيما بقية الله في الأراضين روح وأرواح العالمين لتراب مقدمه فداه واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد قال مولانا إمامنا زين العابدين عليه السلام كانت عمة زينب تصلي صلاة الليل قائما وقد تصلي جالسا من سخط العطش والجوع. Yenə yer göy geyinib qarə gəlib qəm gecəsi. Yenə yer göy geyinib qarə gəlib qəm gecəsi. Yetişib Həzrəti Peyğəmbərə matəm gecəsi. Hər ilin əvvəli beyətdi məhərrəm gecəsi. Qarə pərçəmdən öpüb and içəri ya Zəhra. Biz Hüseynə görə candan keçərik. Yenə başlandı əza, qəmlər ürək dağlayacaq. Yığışıb dəstə cavan, başa qara bağlayacaq. Salacaq yada Hüseynin qəmini ağlayacaq. Bilirik göz yaşına müştərisən. Sən bütün şiələrin madərisən. Ağamın adına qurban, adı izzətdir bizə. O mübarək adı şəxsiyyəti nemətdir bizə. Doymuruq kərb-i bəladən, ora cənnətdir bizə. Qoymarıq boş qala şahın hərəmin. Qoymarıq boş qala şahın hərəmin. Tutarıq başımız üstə ələmin. Allah bizi bu vədəmizə əməl eləyənlərdən qərar versin inşallah. Dünya və axirətdə İmam Hüseyin əleyhissalamdan bizləri ayrı salmasın. Muhammed ali Muhammedin cəmal-i kəmalına salavat xətm eləyək. Allahümmə salli ala Muhammed. Dönə-dönə təşəkkür edirəm hər birinizə İmam Hüseyin əleyhissalamın çadırına yığışıbsınız. İmam Hüseyin əleyhissalamın sədasına səs veribsiniz. İndi müasir dövrdür, sosial şəbəkələr, paylaşımlar, çəkişirlər gedir. Necə İmam Hüseyin əleyhissalamın özü danışanda çəpiş çalırdılar, fit verirdilər, səs salırdılar ki, İmamın səsi çıxmasın, amma onların səsi batdı. İmam Hüseyin ağanın 14 əsrdir, səsi gəlir hər yerdən. Bugün də o həmin Yəzid tərəfdarları sosial şəbəkələrdə ruhanilər danışanda indi qardaşlar paylaşırlar. Altından o öz qəlblərinin, zibillərin dillərinə gətirirlər. Elə onların qabiliyyəti ona çatır. Biz nağıl danışırıq, sən niyə qulaq asırsan? Biz burada sinəmizə vururuq, sənin ürəyin niyə ağrıyır? Ged öz Yezid yolu ilə, onlarla məşğul. Buradan elə bu çəkiliş qarşısında deyirəm onlara Allahın köməyi ilə. Əzizlərim, mən qoy bir hədislə başlayayım sözümə. Bu gecə bir şəxsiyyətin qapısına gedəcəyik. Şəxsiyyət nə qədər önəmlidir, onunla inşallah başlayaq. Allah Rəsulü sallallahu aleyhi və səlləmin hədislərin bölüblər neçə yerə, bir dəstə hədisləri də Peyğəmbərimizin nigarançılıq hədisləridir, giley hədisləridir. Təqribən biharda bir 30 dənə hədisdir bu. İnni əxafu aleykum min ba'di, belə cümlə ilə başlayır. Özümdən sonra qorxuram filan işlər baş verər. O Peyğəmbərin narahat olduğu məsələlərdən də biri budur, bu hədislə başlayıram. Həzrət buyurur, İnni əxafu aleykum min ba'di istixfafəd din. Mən qorxuram, narahatam, məndən sonra mənim dinimi yüngül sayalar. Yüngül yanaşalar dinə, əhəmiyyət verməyələr.
Bu dini əhəmiyyət vermək üçün bu hədisdən Peyğəmbərin şikayət elədiyi insanlardan olmamaq üçün gərək bilək din nədən ibarətdir. Qurana baxırsan, Allah Teala bəzi vəsiyyətlər, Loğmanın vəsiyyətini xəbər verir Quranda. Oğluna vəsiyyətini. Allah dəyərli sözləri Peyğəmbər sözü olmasa da, sıradan bir möminin sözünü Allah Quranda xəbər verir. Bir dənə də ayədə Allah Təbarək və Teala İbrahim Peyğəmbərin və Yaqub Peyğəmbərin balalarına vəsiyyətin xəbər verir. Buyurur, vəssa biha İbrahimə və Yaqubə bibənihi. İbrahim Peyğəmbər və Yaqub Peyğəmbər balalarına vəsiyyət elədi. Ya bəniyyə innəlləhə istəfə ləkumud-din və la təmutunnə illə və entum muslimun. Ay mənim balalarım, Allah sizin üçün din göndərib, din seçib. Niyə din göndərib? Öləndə sağlam öləsiz deyə. Sağlam. Necə bu dünyaya sağlam doğulan bu dünyada sağlam yaşayır. Ahirət evinə də sağlam doğulsaq o həyat sağlam olacaq. Bəs bu din nədən ibarətdir? Bu özü bir mövzudur, mən keçirəm. Qardaşlarım, böyüklərim, ağsaqqallarım, əziz İmam Hüseyin əzadarları, məni eşidənlər, əziz bacılarım, din ibarətdir üç şeydən. Biri Allahın kitabından, yəni yerə din kitab şəklində gəlib. Bir, Qurana nə qədər əhəmiyyət verirsənsə, dinə yüngül yanaşmırsan, bayağı yanaşmırsan, Qurana sahib çıx. İkinci, din ibarətdir əməllərdən, quru din olmaz. Murciyəli olmaz, qəlbim təmiz olsun, namaz qılmasam da belə din yoxdur. La xeyrə fi dinin, la salatə fi. O din ki, onda namaz yoxdur, o dindən insana xeyir gəlməz. O din adamı bir yerə aparmaz. Dinin gərək əməl olsun. Bu da bir mövzudur. Və din ibarətdir şəxsiyyətlərdən. Allah yer kürəsinə dini şəxsiyyətlər vasitəsindən göndərib. Quranı da Peyğəmbərin boğazından, sinəsindən təhvil verib bizə. Kitab şəklində paylamayıb. Allahın Rəsulunun dilindən, sinəsindən Quran bizə çatıb. Allah yer üzərində şəxsiyyətlər göndərib. Peyğəmbərlər göndərib. İmamlar göndərib. Şəxsiyyətlər. Mən həmişə deyirəm, Allah şükür sənə ki, Qarabağımız azad oldu. Sovet hökumətinin təsiri nəticəsində Qarabağda Allahdan danışılmırdı. Amma Seyidlərin cəddini an, Seyid Lazım Ağanın cəddi haqqı hamı deyirdi. Düzdür. Bu şəxsiyyətlərlə insan yapışır Allahın yolundan. Şəxsiyyətlər Allah üçün önəmlidir və dinin bir hissəsidir. Bu şəxsiyyətlərdən din üçün zəhmət çəkən şəxsiyyətin Kərbəla qəhrəmanı İmam Hüseyin əleyhissalamın şəriki Kərbəlada Həzrəti Zeynəb salamullahi aleyhanın qapısına gedəcəyik. Mən dünən dedim, bəzi sözlərimdən arada tarix deyəcəm, çünki bu tarix Allah Təbarək və Teala Hud surəsi 120-ci ayədə buyurur ki, ya Peyğəmbər, sənə biz Peyğəmbərlərin qissələrini danışırıq. Quran dastan kitabı deyil ki, tarix danışırsa Allah, demək bu özü din deyələr. Bir nəfər çıxdı, televiziyada dedi ki, İmam Həsənin həyatı din deyil, İmam Hüseynin həyatı din deyil. Yox, dindir. Elə insanların, şəxsiyyətlərin, ilahi şəxsiyyətlərin həyatı dindir ki, Allah Quranda onları bizə xəbər verir. İndi biz gedirik Kərbəlanın qəhrəmanı Həzrəti Zeynəb salamullahi aleyhanın. Mən bu gecə 5 cümləsini sizə oxuyacağam. 5 cümləsini danışacağam. Bilirsiniz hansı cümlələrin? Xanım Zeynəb salamullahi aleyhanın həyat üçün, bizim həyatımız üçün kilid olan, xoşbəxtliyin açarı olan sözlərini danışacağım. Eşidibsiz bunu, xanımın sözlərini. Amma mən biraz təhlillə, yanaşa, izah eləyə, bəzəkli formada çalışacağım. İnşallah Allah tövfiq versə, bu gecə onu qardaşlarına, İmam Hüseyin əzadarlarla bölüşək. Xanım Zeynəbin tablo sözlərin, həyat tablosu, bütün həyat boyu bəşərə fayda verən sözlər. 5 yerdə 5 cümlə. Birinci, Kərbəlada Həzrəti Zeynəb salamullahi aleyha qardaşı İmam Hüseyin əleyhissalamın Aşura günü ki, əsirləri tutdular, gətirdilər xanımları, körpələri, başsız bədənlərin yanından keçirdilər. Bu namərdlikdir.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Xeybər qalasının fəthində Xeybərin böyüyü Hüvey ibn Əxtəb Xeybər yəhudlərinin böyüyüdür. Onun qızı Səfiyyə xanımdır, Peyğəmbərin xanımıdır. Peyğəmbərimiz Xeybəri fəth eləyəndən sonra onun qızı gəldi könüllü, dedi, ya Peyğəmbər, mən izzət sahibiyəm, mən onların böyük qızam, mən müsəlman oluram, məni özünə xanım elə, mən istəmirəm əsir olam. Deyərəm bir gündə o necə oldu hadisə. Bilal o Xeybərdə olan yəhudi əsirləri, qadınları gətirdi, ölmüş bədənlərin yanından keçirdəndə Peyğəmbər qəzəbləndi. Dedi, bu namərdlikdir. Yahudi də olsa, kafir də olsa ölmüş cənazənin yanından onun qadının, xanımın, qızın, arvadın, uşağın keçirtməzdir. Bu namərdlikdir. Peyğəmbər qəzəbləndi. Bu Peyğəmbərin balaların, İmam Hüseyin əleyhissalamın başsız bədəninin yanından Zeynəb kimi bacını gətirirlər, keçirdirlər. Birinci burada qardaşının bədənin görəndə bacı qardaşın, özdən necə bacı qardaş, aləmə misaldır. Bir gün ayrı qala bilməyən Zeynəb, qardaşının cənazəsini görəndə ilk sözü bu oldu. Allahümmə təqəbbəl minnə hədəl qurban, kəma təqəbbəltə min əbina İbrahim. Allahım bizdən bu qurbanı qəbul elə, necə ki atam İbrahimdən qəbul eləyibsən. Nə sözdür bu? Bir bacı qardaş cənazəsini görə, qardaş çox, 7 qardaşın cənazəsi, 2 oğlun cənazəsi, 9 qardaş oğlunun cənazəsi, 18 dənə ən yaxın, adamın bir dənə qoca nənəsi ölür, adam bir həftə, bir ay özünə gələ bilmir. 18 dənə ən əzizləri cənazəsi gözünün qabağında, xanım Zeynəb salamun aleyha ağlamır düşmən qabağında. Deyir, Allahım bizdən bu, Kərbəla bizə tohid dərsi öylədir, bizdən bu qurbanı qəbul elə. Nədir dərs burada xanım Zeynəb kəlamında? Bu boyda böhranın içində, bu sözü deyən qəhrəmandır, bu sözü bacarıb deyə bilən, bunu orada heç kitabdan tapmaq olmaz. Bunu sosial şəbəkələrdən də indi tapmaq olmaz. Bu qəlbi və ruhi məsələdir. İnsan böhranın içində özünü itirmirsə qəhrəman budur. Başına hadisə gələndə. Bu vəziyyətdə o mərifətə sahib olursa, budur tohid qəhrəmanı. Nə deyir? Xanım Zeynəb nə demək istəyir burada? Demək istəyir ki, əməl nə boyda olsa, Allah qəbul eləməsə saman çöpü qədər dəyəri yox. Əməl xırda ola, Allah qəbul eləyə əməl odur. Onun misli yoxdur. Əmirül-Müminin əleyhissalamın Nəhc-ü Bəlağə kəlamıdır. Həzrət buyurur, Kunu ehtimamən bi qəbul ə'malikum min ə'malikum. Əməllərinizin qəbulluğuna, əməllərinizin özündən çox diqqət eləyin. Mən neyniyim, mənim bu əməlim qəbul olsun. Gəldim İmam Hüseyin Salam məclisinə, təkcə gəlmək yox. Mən neyniyim, bunu qəbula çatdırım. Mən neyniyim, bunu Rəbbimə bəyəndirim. Namazı qıldım, necə eləyim, qəbul etdirim. Orucu tutdum, necə eləyim, qəbul etdirim. Qəbulluğa zərər gələn şeylərdən gərək qoruyam əməlimi. Xanım Zeynəb salamullah bu dərsi deyir. Bu cümlələr əsl həyat dərsidir. Məqsəd Allah olsa dünya və axirət gözəl olar. Bütün, mən dünən dedim mənbərdə, dedim şəhidlik hətta ali bir ölümdür. O da məqsəd deyil. Şəhidlik də Allaha çatmaq üçün bir dənə əməldir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o açıq təbliğata başlayandan sonra 3 nəfər gəlirlər. Həzrəti Peyğəmbər Əli əleyhissalam və xanım Xədicə Kubra salam aleyha gəlirlər Kəbədə namaz qılırlar. Əbu Cəhl dayanmışdı Peyğəmbərin arxasında. Gətirib Peyğəmbərin başına qoyun qarını tökürdülər. Dəvənin qarın bağırsağını tökürdülər Peyğəmbərin başına. Xanım Zəhra salam aleyha uşaq idi, gəlirdi, təmizləyirdi. Əbu Cəhl dayanıb arxada qılıncı çıxardıb deyir, vuracam bunu, görmüş, elə namaz üstə. Allah təbarək və teala bu ayəni buyurur. Göndərir, ələm ya'ləm bi ennəllahə yara. Bu bilmir,
Allah görür. İnsan ömür boyu bu ayəni qəlbində daimi tablo eləsə ki, məni Allah görür, insan günah eləməz. Allah görür. İnsan bu təfəkkürlə yaşasa, hər əməli Allaha görə eləyəcək. Hər xoş olmayan əməldən Allaha görə uzaqlaşacaq. Bəs İmam Hüseyin əleyhissalamın biz bayaqlar orada qardaşlarla söhbətdə dedim ki, biz sadəcə biraz oradan-buradan eşitdiklərimizi, oxuduqlarımızı danışırıq. Biz Kərbəlada nələr olduğunu başa düşə bilmirik. İmam Sadiq ağa buyurur, bilsələr bizim şiyələrimiz, bizim cəddimin başına gələn müsibəti dərk eləsələr ölərlər. Adam ölər. İmam Hüseyin əleyhissalam buna görə Allahın qarşısında balasının qucağında oxuyanda bunu bir gətirin gözünün qabağına. Adamın balasının, 6 aylıq balasının qucağında oxuyalar, ox keçə boğazından balasının keçə qoluna. İmam da bu söz deyər. Həvvənə aləyyə ma nəzələ bi ənəhu bə'aynillah. Allah, bu səhnə mənə çox asandır. Çünki sən görürsən, sənin nəzərlərin qarşısındadır. Sən baxırsan buna. Allah baxır, aşiq məşuqinə naz eləyir. Özün Allaha göstərir, bəndiyə yox. Qoy bir dənə də misal vurum. Bədbəxt olanlar Allahı məqsəd tutmadılar həyatda. Ona görə bədbəxt oldular. Peyğəmbərin səhabələrindən biz adətən səhabənin də əyrisin, düzün deyirik. Da elə səhabədirsə o bizim üçün müqəddəs deyil. Belə bir dində belə bir şey yox. Buna dəlilimiz var Quranla. Nuh Peyğəmbərin oğlunu Allah buyurur ki, o sənin əhlindən deyil. Nuh Peyğəmbərin, Lut Peyğəmbərin arvadları kafir oldu. Quran bizə buyurur. Səhabədirsə yoldaşlıq edib, həm söhbət edibsə bu müqəddəslik deyil. Müqəddəs odur ki, Peyğəmbərin əmrinə itaət edib, Peyğəmbərə sədaqət göstərib. Təlhət, Təlhətul Xeyr adını almışdı. Peyğəmbərin yanında səhabə idi, öndə olan səhabələrdəndir. O qədər gəldi, Peyğəmbərdən sonraya qədər Təlhətul Xeyr adını almışdı, amma məqsədi Allah olmadı. Elə ki, Əli əleyhissalam xilafətə gəldi, Əli əleyhissalam ədalət nizamını qurdu, bu dözənmədi. Başladı, qoşuldu Süffə Cəməl müharibəsində, gəldi əleyhissalamın üstünə. Cəməl müharibəsində öldürüldü, hədər getdi. Peyğəmbərlə bir yerdə yaşadı, sonu bədbəxt oldu. Təlhənin qızı Ummu İshaq İmam Hüseyin əleyhissalamın xanımı idi. Allah bu qədər imtiyaz vermişdi buna. İmam Hüseyin əleyhissalamın xanımı idi Ümmü İshaq. Amma məqsədi Allah yox, məqam oldu, Cəməldə öldürüldü, qanı da hədər getdi, aqibətdə pis oldu. Qurandan qoy bir kəlmə deyim. Bəl'am ibn Ba'ura, Quran oxuyanlar, Quranla məşğul olanlar bilirlər. Bəl'am ibn Ba'ura Musa Peyğəmbərin lap yaxınlarındandır. Musa Peyğəmbərin elmin əmanət elədiyi kişi idi, İsmi Əzəm öyrətdiyi alim idi. Gəldilər Bəni İsrail, dedilər ki, sən belə İsmi Əzəm bilirsən, duası qəbullansan, sən Musa Peyğəmbərə qarğış elə. Tur Sinadan gələcək, qoy Musa Peyğəmbər məhv olsun. Dedi, Allahın Peyğəmbəri də bilir. Qızıl, gümüş tökdülər qabağına. Çıxdı, öz miniyinə mindi, çıxdı dağa ki, Musa Peyğəmbər gələndə ona İsmi Əzəm vasitəsilə qarğış eləsin, Musa Peyğəmbəri aradan aparsın, Musa Peyğəmbərə qarşı çıxsın. Çıxdı, Allah dilini dolaşdırdı, Musa Peyğəmbərə və əshabına dua elədi, özünkülərə qarğış elədi. Allah Quran-ı Kərimdə Əraf surəsi 175-176-cı ayədə o boyda alimi, İsmi Əzəm əmanət olmuş alimi, üzr istəyirəm ifadəmə görə, Quran deməsəydi, mən deməsəydim, itə bənzədir. Yəlhət deyil, it kimi ləhlədir. Bədbəxt oldu, cəhənnəm əhli oldu. Qardaşlarım, sözüm bu birinci bənddə odur, xanım Zeynəbin birinci cümləsində. Məqsəd Allah olmalı. İmam Hüseyin ağanın ziyarəti, İmam Hüseyin ağanın məclisi, hər nə məqsəd Allah. İkinci xanımın o bayaq cənazələr üstündə. İndi xanımı apardılar əsirlərlə Kufiyə. Kufədə xanımın xütbəsi var. Birinci Kufiyə çatanda gördü Kufəllər ağlayır. Xanımı ətəm ku, ağlayırsınız, Allah gözünün yaşını qurutmasın.
Öldürdünüz, sonra özünüz dəvət elədiniz. Gəldi qardaşım, öldürdünüz, öldürəndən də sonra ağlayırsınız. Soruşdular, Zeynəb, Kərbəlada nə gördün? Bu cümləni hamımız əzbər bilir. Kərbəlada nə gördün? Nələr baş verdi? Xanım buyurdu, ma rəeytu illa cəmila. Kərbəlada gözəllikdən başqa bir şey görmədim. İndi bu gözəllik nədir? Zahiri gözlə baxanda qan görünür, əsarət görünür, ölüm görünür. Kərbəlada nə gözəllik? Xanım Zeynəb salamüleyha hansı gözəlliyi görmüşdüsə, bu sözü bayaq dediyim ki, fikirləşib tapmaq olmaz. Gördüyünü deyir, bu gözlərlə yox. Qəlb gözü ilə Allahın yolunda necə insan hər nəyi verməyi İmam Hüseyin Əsəlamda gördü. Bu gözlə görünmür. Ölüm, əsarət, qılınc, susuzluq və s. Amma bəs gözəl nədir? İxlas gözəldir Kərbəlada. İsar gözəldir. Kərbəlada İmam Hüseyin Əsəlamın və dostlarının kəlamları gözəldir. Bir-biri ilə rəftarları gözəldir. Bir-birinə fədakarlıqları gözəldir. Həzrəti Əbəlfəzin suyu doldurub 4 gün susuz ola döyüşdən çıxa, gətirib suyu içməyib yerə boşaltmağı, qardaşı üçün su aparmağı gözəldir. Bu gözəllikləri görür xanım Zeynəb salamüleyha. 11 yaşında Əmr ibn Cənada, 11 yaşında uşaq çıxıb rəcəz oxuyur. Əmiri Hüseynun və ni'məl əmir. Mənim ağam Hüseyndir, nə gözəl ağadır. Bu rəcəzlər gözəldir Kərbəlada. Kərbəlada maddi gözdən gözəl. Mən həmişə ziyarətə gedənlərə deyirəm, baxıb Kərbəlanın, indi bilirsiniz də İraqda hakimiyyət formalaşmayıb, başqa şəhərləri gözəl görüb, İraqda bu maddi aləmdə gözəlliyi görməyəndə gedib onunla danışmayın. 14 əsrdə bu qapıya o günləri həc mərasimi bitdi. 1.700.000 hacı yığışmışdı, Ərəbistan başını itirmişdi. Ərbəyində 30 milyonu o kasıb, o dövlət olmayan bir ölkənin idarə eləməsindən, bu möcüzənin gözəlliyindən danışın. Said ibn Abdullah, İmam Hüseyin ağa, inşallah bu şəxsiyyətlərdən çalışacağım, bir neçəsindən də danışam gələn gecələrdə. Said ibn Abdullah İmam Hüseyin ağanın şəhidlərindəndir. Gəldi İmam Hüseyin Əsəlam namaz qılanda durdu qarşısında, sinəsin verdi belə. Tovuz quşu qanatların açanda necə görsənirsə, İmam Hüseyin ağa namazın qurtaranda Said ibn Abdullahın bədəni ilə görsənirdi oxlardan. İmam namazını qurtardı, Said yıxıldı, İmam gəldi başı üstə. Son sözü bu oldu. Əvə feytü yəbnə Rasulullah. Mən sənə vəfalı ola bildimmi? Sözə baxı. Mən sənə vəfalı ola bildimmi? Kərbəlanın gözəllikləri bulardı. Adam xanım Zeynəb salamullah aleyhanı bu sözləri ilə tanıyır. Əl-mər'u məxbuun təhtə lisani. Kişi dilinin altında gizlənib, danış ki, tanıyım sən kimsən, danış. Xanım Zeynəb, xanım Zəhra danışmasaydı, tanınmazdı. Xanım Zeynəbin bu kəlamları ilə onun qəhrəmanı Kərbəla, Zeynəb Bətəli Kərbəla, kitablar ya Pakistandan bir alim var, xanım Zeynəb Ayşə adında bir alim var, Ayşə binti Şati. Xanım Zeynəb haqqında bir kitab yazıb, Zeynəb Kərbəla qəhrəman. Xanım Zeynəbdən bilirsiniz nə kitablar var, adlarını çəkərəm inşallah bilirsiniz. Bu gözəllikləri danışanda bilirsən ki, xanım kimdir? Dünyanın çətinliklərində gözəllik görmək dərsi. Bir cavan xanım, 4 balası, anasız qalır, amma imamın əvəz olunmaz şəkildə müdafiə edir. Balaların qoyur anasız xanım Zəhra, onun şagirdi xanım Zeynəb salamüleyha. Bu gözəllikdir. Dünya bəlalara bükülü bir evdir, Əmir-ül Möminin salam buyurur. Amma bu bəlalar içində bir riza, bəndəlik dərsidir. Bu ikinci tablo. Üçüncü xanımın, demişəm 5 dənə cümləsini oxuyacağım bu gecə, keçəcəm zikri müsibətə. Üçüncü tablo Yezidin məclisinə gəlir Küfədə. Alimlər, Antuan Baranın bir kitabı var, indi də mizim üstədir mənim, həmişə ondan ad aparıram mən. Hüseyn Xristiyan təfəkküründə belə bir kitabdır. Orada belə bir söz yazır, deyir, Yezidin ən böyük səhvi xanım Zeynəbi Kərbəladan Şama aparmağı oldu.
O əsir getdi, Şamı xaraba qoydu. Şamın dirəklərin səltənətini çökdürdü. O Küfədə xanım o söz dedi, gedir Şamda. Küfədə Əli əleyhissalamı görənlərdir, möminlər vardı. Amma Şamda siyasət vardı. Xanım Zeynəb salamullah əleyha, o xanım ki, varlı kişinin xanımı idi. Xanım Zeynəbin əri Əbdullah Bəhrülcud, əmisi Cəfəri Təyyarın oğlu idi. Uşaq vaxtı Peyğəmbər ondan bir içim su istəmişdi Əbdullahdan. Əbdullah mənə bir içim su ver, Peyğəmbərə bir sərin su verdi. Peyğəmbər buyurdu, oğul Əbdullah, Allah əlüyün bərəkətini artırsın. Əbdullahı evdən göndərdilər, get bazardan dəri al gətir. Getdi dəri almağa 18 dirhəm aldı, sürüyə-sürüyə uşağı çıxardırdı. Bazarın ağzında dedilər, bunu 50 dirhəmə verərsən. Əbdullah Bəhrülcud qayıtdı, ikinci dərini aldı 20 dirhəmə. Bazardan çıxanda 90 dirhəmə əlindən aldılar. Belə-belə o qədər varlanmışdı. Ərəbistanın, ərəb ölkələrinin varlılarının öndə gedəni idi. Yəməndə xurma bağları vardı. Gəldilər, dedilər, Əbdullah, xurmaların qızarıb neyniyək? Dedi, mənim yadımdan çıxmışdı, Yəməndə də xurma bağlarım var. Xurma sərvətdir. Bu varın dövlətin sahibi idi. Yezid imperatordur, Muxtarın türmədən çıxmasına, zindandan çıxmasına Əbdullahın bir kəlmə sözü oldu. Ağız açdı, aşıqlar bıraxdı. Hörmət sahibi idi. Elə-belə maddi cəhətdən də xanım Zeynəb kasıb deyildi. Mədinənin ən varlı kişisinin xanımı idi. Bu cür xanım buraxıb hər nəyi arxada qoşulub imamına. Deyəcəm sonda nədir? 22 gün Kərbəladan Şama əsir gedib. Bilirsiniz necə gedib? Qoy burada bir cümlə deyim, böyüklərin sözüdür. Xahiş edirəm bundan mənə alın bu sözü. Məndən alın bu sözü. Bizim qədim müştəhidlərimizdən Şirazi adında təmbəkini haram edən bir müştəhidimiz olub. Mirzai Şirazi, Allah onu şad eləsin. O mərcədir, zəimdir. Qum elmi hövzəsinin də banisi Şeyx Əbdülkərim Hayri ağa, o da müştəhid. Amma da o, bu zəimdir, böyüdür. Şeyx Əbdülkərimin o cavan vaxtlarda yaxşı da rozəsi olub. Çıxır mənbərə, Mirzai Şirazi ağa oturub, Şeyx Əbdülkərim rozəyə başlayır. Belə başlayır. Dəxələt Zeynəb binti Əli ilə məclisi İbni Ziyad Bithawbin mundərisə daxil oldu Əli qızı Zeynəb köhnə paltarlarla İbn Ziyadın məclisinə. İstəyir ikinci cümləni deyə Mirzai Şirazi dayan, Şeyx Əbdülkərim dayan, qoy bu cümləyə ağlayaq, bu cümlənin haqqını verək, sonra keçək o birisini. Deyir, ağa, yəni nə? Deyir, sən dediyin cümləyə bir bax, kim kimin məclisinə daxil olur? Əlinin qızı bir zinazadənin məclisinə gətirilir. Zamanın namərdliyinə bax. Zeynəb gəlir bir dənə haramzadənin məclisinə. Bunu düşün. Elə demə Zeynəb. Zeynəb gəlir Dəyi İbni Dəyinin məclisinə. Dədəsiz oğlu dədəsinin məclisinə. Yezidin məclisinə. 22 gün yol gəlib. Paltarlar əyinlərində İraqın, Şamın istisi yandırıb paltarlar keyfiyyətini itirib. Bilirsiniz necə gətirdilər? Qulaq as mənə. Əsirləri bağlamışdılar əl-ələ. Hamısını bağlamışlar, qadın, uşaq əl-ələ. Biri yolda büdrəyib yıxılanda hamısı yıxılır. 22 gün ac susuz, günəşin altında xanım Zeynəb Şamə çatanda İmam-ı Səccad ağaya dedi, qardaşımın yadigarı. Üstlərimizdə baxın, karvanda nə qiymətli əşyalar qalıb, verin Şimrə, Şimr aparırdı karvanı. Qoy bizi cəmaat çox olan qapıdan salmasın Şama, xəlvət yerdən salsın Şama. Dedilər Şimrə, Şimr Şamın cəmaat yığılan darvazasından saldılar. Günorta çatmışdılar Şamın darvazasına. Günortadan axşamacan o izdihamın arasında onları apardılar Şamın xərabəsinə. Günortadan Şama qədər Şamın tək içində yol apardılar. Bu cür xanım çatdı Yezidin məclisinə.
bu halda gələcəm zikri müsibətə. Daxil oldu məclisə. Bu sözü deyir. Mən bunların ola bilər yerin dəyişik yazmışam, amma deyirəm. Əvvəl bu sözü dedi. Daxil oldu, qoy elə yerin düz deyim. Xanım daxil oldu məclisə, düz Yezid oturub yuxarıda, düz keçdi. Əməvilər məscidinə gedənlər görüblər Şamda. Ortada əsirlərin saxlandığı yer var. Düz keçdi, oturdu ora, baxmadan yuxarı kürsüyə. Yezid dedi, bu kimdir? Mən hadihil mər'atul mutekəbbirə. Bu təkəbbürlü xanım kimdir ki, bizə tərəf baxmadı? Dedilər, bu Əli qızı Zeynəbdir. Xanım buyurdu. Dedi, sən niyə baxmadın, niyə bizə əhəmiyyət verdin? Xanım buyurdu, inni əstasıqra qədrək. Əmirül-Möminin o yarım qalan sözlərin, quyuya dediyi sözlərin, İmam Hüseynin Kərbəlada yarım qalmış sözlərin xanım orada deyir. Mən sənin dəyəri çox ucuz bilirəm, Yezid. Sən kimsən Əlinin qızı sənə əhəmiyyət verər? Qeyrətüə qurban olsun. Olum. Bu izzətdir. Əzəmətdir. İmam Hüseyin əleyhissalamın şüarıdır. Heyhatə minnəzillə. Zillət bizdən uzaqdır. Bunu xanım Zeynəb salamullah əleyha orada cana gətirir. Və Yezidə biət eləməməyi İmam Hüseyin ağa necə göstərmişdi? Xanım Zeynəb göstərdi Şamda. Beyət eləmədi. Bu dördüncü kəlmə. Bir kəlmə. Buyurur xanım, ya Yezid, kit kəydək, vəs'a sə'yək, vallahi la təmhu zikrənə, yerini dəyişdim. O bayaqçı 3 hesab edeyim, bu 4. Yezid, bütün hilələri sal işə, bütün məkirləri qoy ortaya. Nə qədər çalışırsan çalış, vallahi la təmhu zikrənə. And olsun Allaha bizi qəlblərdən çıxarda bilməyəcəksən. Bizi unuttura bilməyəcəksən. Özdə deyir, ya Yezid, axı adam imperatora, krala bir müraciət eləyəndə bir ləqəbi ilə, hörmət əlamət, ata adı ilə deyər. Nə demir ay Muaviyyənin oğlu, nə vəzifəsi ilə, nə dədadı ilə müraciət. Birbaşa Yezid deyir xanım, imperatora müraciət edir. Nə qələt istəyirsən elə. Bizi qəlblərdən ala bilməyəcəksin. Bayaq Hacı buyurdu, Allah evini abad etsin. Kimdir bizi bu gecə bura yığan? Bu qəlbi məsələdir. İnnə hararətən fi qulubil mu'mininə liqətil Hüseyn la təbrudu ilə yevmil qiyamə. Möminlərin qəlbində Peyğəmbərimiz buyurur, Allah balam Hüseynin qanından ötürü, qətlindən ötürü bir istilik, hərarət yaradıb, o qiyamətə qədər sönməyəcək. Əzlərim. O məhəbbət 14 əsrdən bəri şəkil çevrilib məclisə. Biz oturduq burada. Məhəbbət çevrilib məclisə. Məhəbbət çevrilib ehsana. Məhəbbət çevrilib ziyarətə. Bu məhəbbətin bariz nümunələrdə Allah buradakıların hamısına bu il Ərbəyin ziyarəti nəsib elər. Mən bir dənə də sizin sinənizə iftixar medalı asın. Gəlin 5-ci bəndə deyim, gedək göz yaşı tökməyə, Kərbəlaya. Bu oxuduğum Şeyx Abbas Quminin Müntəhəl Amal kitabı var. Əhl-i Beyt əleyhissalamın bu fəzilətində yazıb, orada bu sözü yazıb Şeyx Abbas Qumi. Deyir, İmam Sadiq əleyhissalamın xadimlərindən biri vardı, Müsaid. Buna çox diqqət elə bu sözə. Bil qədri biləcəksən burada. Müsaid adında İmam Sadiq əleyhissalamın bir xadimi vardı. Xüsusən atına baxardı ağanın. Xorasandan da bir dəstə cəmaat gəlib Mədinəyə İmam Sadiq əleyhissalamın görüşünə. Gəldi Xorasandan bir imkanlı kişi, Nadir adında bir mömin. Gəldi İmam Sadiq əleyhissalamın Mədinədə məsciddə namazında iştirak etsin, ağa ilə görüşsün. Gördü, ağa atdan düşəndə bir kişi aldı imamın atını, çəkdi kənara, imamın yanında gedir, imama çox yaxındır. Dedi, bu kimdir? Bu Müsaiddir, imamın xidmətçisidir.
İmam keçdi içəri, çağırdı müsait, bura gəl, gəldi. Dedi, xoş halva, sən imama nə qədər yaxınsan. Gəl bir alver eləyək. Dedi, nə alver? Dedi, mən Xorasandan gəlmişəm, mənim imkanım çoxdur, bağlarım var, evlərim var. Gəl burada bir müqavilə ilə o bağlarımı, o evlərimi verim sənə, imzayın. Sən mənə bir şey ver. İmamın xidmətçiliyi mənə ver. Qoy mən imamın yanında xidmət edeyim. Bu məhrəmanə söhbətdir. Bu imaməti başa düşənlərin söhbətidir. Bu müsaidin gözləri parladı. Qaçdı İmam Sadıq, dedi, yaxşı. Qoy gedim imamla icazə alım, gəlin. Qaçdı imamın yanına, dedi, ağa, mənim də alnıma bir günəş doğdu da, bu vaxtacan kasıb yaşamışam. İndi bir kişi dayanıb qapıda, deyir İmam-ı Sadıq ağaya, xidməti məndən dəyişək, bağlarımı, evlərimi verirəm. Ağa buyurdu, necə istəyirsən, müsait, ixtiyar sahibsən, azadsan, get. Durdu gedəndə ağa xudahafız, ağa buyurdu, xidmət edibsən, qoy xidmətin haqqın verim, get, bir cümlə deyim sənə. Ağa buyurdu, qiyamət günü Resulullah sallallahu aleyhi və səlləm Allahın nuruna sığınacaq. Əmirül müminin aleyhissalam Peyğəmbərin nuruna sığınacaq. Biz Əmirül müminin nuruna sığınacağıq. Və biz hara daxil olsaq, buna qulaq as, biz hara daxil olsaq, bizi sevənlər də ora daxil olacaq. İndi gedirsən, get. Bizlə olanlar elə orada da bizlə olacaq. Dedi, ağa, heç yerə getmirəm. Getmirəm, zirənç tərpəndi. Aldatmadı dünya malı. Bu döndü, getsin, Nadirə bir cavab versin. Nadir gəlişindən elə bildi ki, bu yox deyəcək. Gəl dedi, mən ağamın xidmətini heç nəyə dəyişmərəm. Qardaş İmam Hüseyin ağanın məclisini heç nəyə dəyişmə. İmam Hüseynin ziyarətini heç nəyə dəyişmə. İmam Hüseynin məhəbbətini heç nəyə dəyişmə. Bu dünya fanidir. Bu məhəbbət bizi xoşbəxt eləyəcək inşallah. Allahın köməkliyi ilə. Subhanallah, Meysəmi Təmmarlar bu qapıda bəxtəvər oldular. Beşinci nəhayət, beşinci gəldim. Xanım hicabım müdafiə eləyir. Yezid sarayında. Peyğəmbər sallallahu aleyhi ve sellemin əhl-i beytin Yezid məclisinə daxil edib, kişilərin içindən keçirdib, əyləşdirdilər Yezidin qarşısında. Şeyx Səduq yazır, əsrlər neçə dəfə bu yolda dəridən çıxmışdılar. Bayaq dedim, paltarları yanmışdı. İndi dəridən çıxmışdılar, deyir Şeyx Səduq yazır. Dəridən çıxmışdılar. Xanım buyurdu, Əminəl ədli yəbnət tüləqa. Əminəl ədli yəbnət tüləqa. Ay azad olmuşun oğlu. Dədəsi Əbu Süfyan, dədəm Peyğəmbərin əlində əsir olmuşdu. Məkkənin fəthində Peyğəmbər Əbu Süfyanı əsir götürmüşdü. Əbu Süfyan və onun tərəfdarlarını almışdı mühasirəyə. Əbu Süfyan özü deyir, gözləyirdi, Peyğəmbər gəlib bizim ölüm fərmanımızı verəcək. Amma Peyğəmbər gəldi, deyir, Əntumut tüləqa, siz azadsınız. Əlində əsirdir, qulu idi, Peyğəmbər azadır. Xanım Zeynəb onu deyir, ay dədəsi dədəmin əlində qul olub azadı olan kişinin oğlu, yəbnət tüləqa. Əminəl ədli, bu ədalətdəndir. Təxdirükə hərairik və imauk. Qoy bu kəlamın tərcüməsini deyil, ərəbisin uzun olar. Ey azad edilmişlərin oğlu Yezid, öz xanımları və kənizləri pərdə arxasında hörmətlə saxlayırsan. Pərdə çəkibsən öz xanımların, kənizlərin belə qarşısına pərdə çəkibsən, kişilər görməsin. Rəsulullahın namusların isə əsir kimi şəhər-şəhər gəzdirməyin ədalətdəndirmi? Sən onların hicablarını açdın, üzlərinin niqabın götürdün, düşmənlər onları bir məmləkətdən digərinə sürükləyir. Su başlarında və qalaların önündə dayananlar onlara tamaşa edirlər. Yaxında, uzaqda, alçaqda şərəfli adamlar da onların üzünə baxır. Halbuki nə yanlarında onlara arxa duracaq bir qoruyanları, nə də kişilərdən bir himayətçisi qalır. Ağızlardan pak insanların ciyərlərini çeynəyib atan
və əti şəhidlərin qanından cücərən, böyüyən bir kəsdən uca Allaha qarşı bir qorxu və diqqət necə gözləyə bilərəm? Sənin nənən Hind, mənim əmim Həmzənin ciyərin çeyniyib. Səndən nə mərhəmət gözləmək olar? Biz əhl-i beytə qarşı nifrət bəsləməkdə o necə ləngiyə bilər ki? Xanım Zeynəb salamullah bu kəlamı da tablodur ki, Yezidin bütün eyblərin üzünə deyir. Və bugünə qədər tarixdə Yezid obrazın xanım Zeynəb salamullah zibillik səhnəsində saxlayır. Əzizlərim, gedək xanım Zeynəb salamullah qapısına göz yaşları ilə. Xətib, ruhani, məddah bunlar bəhanədir. Allah bizə o mərifəti versin ki, adam elə Kərbəla deyəndə gözləri yaşarsın. Adam elə Hüseyn deyəndə gözləri yaşarsın. Su deyəndə gözləri yaşarsın bu məclisdə. Mən xanım Zeynəb salamullah ola bilər növbəti günlərdə daha da zikri müsibətlə yaşayırım. Burada heç demədiyim, mənbərdə demədiyim bu vaxtacan bir-iki dənə zikri müsibətini deyəcəm. Xanım Zeynəb salamullah Kərbəladan getdi Kufiyə. Kufədən getdi Şama. Şamdan, aman Allah, qayıtdı Mədiniyə. Mədiniyə İmam Hüseyin salamın balalarını qaytardı Mədiniyə. Mədinədə o gün ki, xanım Zeynəb salamullah İmam Hüseyin aleyhissalam demişdi, İsbiri ya oxti, səbr elə bacı, xanım ağlamırdı imamın əmrinə itaət olaraq. Amma o gün ki, İmam Səccad ağa gəldi dedi, bibidə azadıq, xanım buyurdu, qardaşımın balası, yığ əsirləri qardaşıma bir məclis quraq. Mən qardaşıma hələ ağlamamışam. Şamdan başladı xanım Zeynəb ağlamağa, bilirsiniz, da dayanmadı. Ölənə qədər xanım Zeynəb Hüseyin deyib ağladı. Çatıblar Mədiniyə, xanım qardaşına məclis qurur. Xanım qardaşına məclis qurur. Gördü hamı mən danışıram ağlayır. Bir dənə xanım dayanıb qapıda, yavaş-yavaş deyir, ya Hüseyin. Ya Hüseyin ağlayır, ya Hüseyin. Yaxınlaşdı, o xanım Ümmülbənindir, Əbəlfəz anası. Dedi, ana, mənim indi anıya ehtiyacım var, anam yanımda yoxdur. Sən mənim anam əvəzisən, Ümmülbənin, gəl yanımda dur. Mənim sənin mərhəmətə ehtiyacım var. Özdə hey Hüseyin deyirsən, sən öz balığın dadını çək, Əbbasın da, Əbəlfəzin dadını çək. Döndü dedi Zeynəb, mən sizin qapızın kəniziyəm, xanım. Kəniz elə qapıda əyləşər, Zeynəb. Mən kiməm Zəhranın yerini tutam, qızım. Amma qoy səndən bir icazə versən, bir şey soruşam. Dedi, buyur ana. Dedi, de görüm, Əbəlfəzdən Hüseyin razı qaldı ya yox, qəlbimi arxain elə. Kərbəlada Əbəlfəzdən Hüseyin razı qaldı ya yox. Dedi, xanım buyurdu. Dedi, ana, əmin ol ki, razı qaldı, Hüseyin razı qaldı. Amma mən deyə bilmərəm qardaşım Əbbasdan narazıyam, amma gileyliyəm. Bir ana kimi sənə gileyimi deyim. Dedi, nədir qızım, gileyin nədir? Dedi, Əbbas mənə bacı deməmişdi, Hüseynə də qardaş deməmişdi. Kərbəlada yıxılanda çağırdı, qardaş. Amma heç mənə bacı demədi. Elə mənə ana kimi baxdı. Bir dənə gileyliyəm, kaş qardaşım mənə bir dəfə bacı deyərdi. Qoy bir səhnəndəyim, ay İmam Hüseynin aşıqları, qonaqları, qoy bir səhnəndə deyim. Allah. Xanım Zeynəb Kərbəlada qardaşlarından başqa 2 balasını verdi. Balaların Aşura gecəsi çağırıb yanına. Deyir, oğlanlarım. Bilirsiniz necə eləyərsiniz?
Sabah gedərsiniz, dayınızın qarşısına diz çökərsiniz. Əvvəl döyüş paltarını giyərsiniz. Gedərsiniz, qılıncı bağlayarsınız belinizə, dizə çökərsiniz dayının qabağında. Deyərsən, dayı bizə icazə ver. İcazə verəndən sonra minərsiniz ata. Ox gələndə başınızı əyərsiniz. Qılınc gələndə qalqan verərsiniz qabağıza. Döyüş təlimi deyir ana balalarına bir cüt gözəlidə. Sabah bu balalar gəldi dayısının qarşısına. Dedilər, ağa icazə ver. Ağa buyurdu, balalarım sizə icazə vermirəm. Gedin anozun yanına. Gəldilər bu balalar ananın yanına. Dedilər, ana bizə dayımız icazə vermədi. Dedi, bir söz deyim, icazə verəcək. Get dayan qabağında, denən dayı səni az verirəm, nənəm Zəhraya bizə icazə. Elə ki, xanım Zəhranın adı gəldi, imam buyurdu, gedin balalarım. İki bala getdi, başlar bədənindən ayrıldı, şəhid oldular, cənazələri gətirdilər xeymənin qabağına. Bütün cənazələr gələndə Zeynəb çıxmışdı, İmam Hüseynin yanında durmuşdu. Amma balalarının cənazəsi gələndə xanım getdi, girdi xeyməyə. Dedilər, Zeynəb, axı, ay şəhid anaları, yüzü zad olsun. Balanın cənazəsini ana qarşılayar, Allah. Zeynəb balaların cənazəsi gəldi xeymələri qabağına. Xanım buyurur, xaneyi səbri bilin, yıxan deyiləm. Sözə bax, xaneyi səbri bilən, yıxan deyiləm. Min oğlum ölsə də bilin, xeymədən çıxan deyiləm. Xanım niyə? Allah, üzün çevirir Allah. Allah nisbəti lütfə naçiz idi, neynim olanım. Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım. Ay xanım, niyə çıxmırsan axı? Çıxaram çölə Hüseynin gözü gözümə sataşam. Rəzalət çəkər məndən. Yox, dönüm mənə deyər, təşəkkür eləyirəm. Bacı, mənim oğlanlarım min oğlum ölsə, əgər Hüseyin mənə təşəkkür eləməsin, razı deyiləm. Qayıdıb xanım Mədiniyə, Əbdullah xanımın əridir. Mədinədə soruşur Zeynəb, eşitdim balaların cənazəsi gələndə xeymədən çıxmayırsan. Xanım buyurur, hə Əbdullah çıxmadım, qorxdum Hüseynin gözünə gözümdə xəcalət çəkər. Amma mən o cür demirdim, kaş Kərbəlada mən də canımı qurban eləyə bilərdim. Əbdullah ağama, necə xanım Zəhra imamına fəda elədi canın. Həzrəti Zeynəb salamullah əleyha da fəda elədi. Amma bir fərq oldu. Əmirül-Möminin əssalam xanım Zəhranın əzadarlar durub başı üstə xanımın can verən vaxtı. Gördü Əli əleyhissalam xanım Zəhra sıxılmasın deyə sıxıb ürəyi partlayır, ağlamır. Gözləri dolub, boğazında səsi tutulub ağlamır. Xanım Əli əleyhissalamın rahatlanmaq üçün dedi, Əli ibkini vəfqilil yətama. Əli ağla, ağla məni ağla, yetimlərimi ağla Əli, qoy ürəyi boşalsın. Əmir-Möminin başladı ağlamağa. Amma xanım Zeynəbə qardaşı demişdi, isbiri ağlama. Xanım Zeynəb salamullah ilahi Kərbəlada necə göz yaşlarını saxladı. Gəldim Mədinədə də qala bilmədi. Bilirsiniz niyə? Bu son cümlələrimdir, əhl-i əzab. Üzr istəyirəm ya İmam-ı Zaman. Xanım Zeynəb Mədinədə də qala bilmədi. Çünki Mədinəyə qaydanda xanım qocalmışdı artıq. O az müddətdə. Mədinədə qala bilmədi xanım. Əbdullah götürdü Şam'a apardı. Xanım Zeynəbi. Şamda bağı vardı. Bağda bir rahatlasın, könlü açılsın bağın bağçada. Amma xanım Zeynəbin nə könlü açıldı. Çıxmışdı bağa gəzməyə, bağı suvarmaq üçün bir su arxı gəzir. Gedir. Gəldi dayandı xanım su arxının qarşısında. Suyu görən kimi dedi, susuz canıva Zeynəbin qurbanı Hüseyin. O qədər suyun qırağında Hüseyin dedi. Hüseyin, ancaq gəl. Gəl Hüseyin, roşən elə yolda qalan gözlərimi qardaş. Gəl Hüseyin, Şamida bağla nigaran gözlərimi, ölürəm atam oğlu Hüseyin. Gəl qardaş. Deyir, xanım o qədər Hüseyin, Hüseyin dedi. O arxın qırağında xanım dəydi yerə. Amma necə dəydi? Əlləri sinəsində belə yıxılmışdı.
Gəldilər arxın qırağından xanımın mübarək bədənin elə götürdülər. Gətirdilər usul verməyə. Əllərin sinəsindən ayıranmırdılar. Dedilər sinəsində qardaş bala yarası var, əllərin götürmür. Qəssalə yüyan çəkdi xanımın əllərin sinəsindən ayırdı. Nə gördülər sinəsində? Gördülər İmam Hüseynin köynəyin basıb ürəyinin başına. Xanım Zeynəbin dilindən denən Ya Hüseyin!